Здравствуйте, дорогие друзья, еще раз. Давайте продолжим нашу temu. Gəlin mövzumuza davam edək. Birinci hissəmizdə stradательное причастие, məchul feili sifətlər haqqında danışmışıq. Yəni düzdür, Azərbaycan dilində məchul və yaxud məlum feili sifətlər yoxdur. Bilirəm, bəziləriniz məni tənqid etməyə hazırlaşırsınız və hətta orada da yazacaqsınız. Amma mən sizə daha aydın olsun, daha anlaşılan olsun deyə belə deyirəm. Birinci hissəmizdə первое спряжение, birinci təsriflənmə feillərindən yaranan stradательное причастие, yəni məchul feili sifətlər haqqında danışdıq. İkinci hissəmizdə ikinci спряжениеdən yaranan feillər, feili sifətlər haqqında danışacağıq. İkinci sprijeniya feili sifətlərimiz im şəkilsinin köməyi ilə yaranır və buraya təbii ki, yenə окончание roda, yəni cins şəkilsi də əlavə olunur. Önündəki ondan istifadə olunan isimə bağlı olaraq murskoy rodda ıy və yaxud i, женский rodda aya, yaya, средний rodda ye və cəmdə də iye. Допустим, qlaqol видеть, görmək, məki znak, yəni məstər hal şəkilsini atırıq, im şəkilsi əlavə edir və sonra cins şəkilsi qoyuruq. Vidimый, yəni görünən. Çtit xətrini istəmək mənasında olur. Çtimый, yəni xətri istənilən və yaxud xatirəsi yad edilən. Nенавидеть, nifrət etmək. Ненавидимый, nifrət olunan. Слышать, eşitmək. Слышимый, eşidilən mənasını verir. Vещи, которые можно видеть, yəni əşyalar hansıları ki görmək olar. Biz bunu feili sifətlə dediyimiz zaman видимые вещи, yəni görünən əşyalar demiş oluruq. Допустим, в воде плавают вещи, которые можно видеть. Suda üzən əşyalar hansıları ki görmək olar. Cümləmizi sadələşdiririk, feili sifətlə işlədirik. В воде плавали видимые вещи, yəni suda görünən əşyalar üzürdülər. Композитор, которого все чтят. Bəstəkar, hansının ki xatirəsini hər kəs yad edir. Чтимый композитор, yəni xatirəsi yad edilən bəstəkar. Uzeyir Qacıbekov, композитор, память которого все чтят. Üzeyir Hacıbəyov elə bir bəstəkardır ki, onun xatirəsini hər kəs yad edir. Yəni burada çtit feili rus dilində iki mənaya malik olan bir feildir. Birinci mənası xətrini istəmək birisinin, əgər təbii ki söhbət canlıdan gedirsə, ikinci mənası ölmüş hər hansı bir insanın xatirəsini yad etmək. Bu cümləmizdə də çtit feili xatirəsini yad etmək mənasında istifadə olunub. Üzeyir Qacıbekov, всеми чтимый композитор. Üzeyir Hacıbəyov hər kəs tərəfindən xatirəsi yad edilən bir bəstəkardır. Человек, которого nенавидят. İnsan hansına gedir, nifrət edirlər. Bunu biz feili sifətdən daha asanlaşdırmış variantda söyləyə bilərik. Ненавидимый человек, yəni nifrət olunan insan. На заводе работает мастер, которого все ненавидят. Zavodda bir usta işləyir, hansına gedir, hər kəs nifrət edir. Biz bunu feili sifətdən asanlaşdırırıq. Yəni bu rus dilinin qrammatikasının qaydasıdır. Dediyim kimi, который ilə qurulan cümlələr rus dilində mürəkkəb cümlələr sayılır. Lakin bu cümlələri sadələşdirmək üçün biz burada feili sifət istifadə edirik, sanki cümləni daha yuvarlaqlaşdırmış oluruq. Amma təbii ki, который ilə cümlə qurmaq sizə asan gəlirsə, siz onunla da qura bilərsiniz. Этот всеми ненавидимый мастер работает на заводе. Bu deyir, hər kəs tərəfindən nifrət olunan usta zavodda işləyir. Və daha bir cümləyə baxaq. Звуки, которые можно слышать. Səslər hansıları gedir eşitmək mümkündür. Слышимые звуки, yəni eşidilən səslər. Звуки, которые слышим в лесу, иногда пугают. Səslərdir, hansıları ki biz meşədə olarkən eşidirik, bəzən qorxudurlar. Bu cümləni sadələşdirmək üçün звуки, слышимые в лесу, иногда пугают. Səslər meşədə eşidilən, yəni səslər bəzən qorxudurlar. Gördüyümüz kimi
Stradательное причастие, yəni məchul fe'li sifətimiz. Mən təbii ki, bunu belə adlandırıram. Yenə də deyirəm, Azərbaycan qrammatikasında, yəni biz öz qrammatikamızla müqayisə etməyə çalışırıq. Bizim qrammatikamıza məlum fe'li sifət və yaxud məchul fe'li sifət deyilən bir anlayış yoxdur. Hətta bizim qrammatikada fe'li sifətin keçmiş zamanı da yoxdur, heç gələcəyi də yoxdur. Amma rus dilində bunun keçmişi və indikisi var. Biz bundan əvvəlki məlum fe'li sifət, yəni действительное причастие keçdiyimizdə orada biz bu haqda danışmışdıq. Demişdik ki, məlum fe'li sifətin keçmiş və indiki zamanı var. Eyni stradательное причастие, məchul fe'li sifətin də keçmişi və indiki zamanı var. Və bir haşiyədən yenə kənara çıxmış oldum. Yenə də deyirəm, bu mən belə adlandırıram. Yəni sizin üçün daha anlaşılan olsun, daha asan olsun deyə rus dilində əslində məlum fe'li sifət və yaxud məchul fe'li sifət və yaxud belə bir anlayış yoxdur. Siz sadəcə, yəni sizə daha rahat otursun, daha rahat gəlsin deyə mən bunları belə adlandırıram. Yenə də deyirəm, fe'li sifətlərin işlənməsi günlük həyatımızda çətin ola bilər. Sizə çətin görünə bilər, lakin siz который ilə də qura bilərsiniz cümləni. Yox, əgər görsəniz ki, sizə rahat gəlir, o zaman təbii ki, fe'li sifətdən istifadə edərək cümlələrdə bunu istifadə edə bilərsiniz və bununla da dilinizi zənginləşdirmiş olarsınız. Fe'li sifətə keçdiyimiz zaman действительное причастие, yəni məlum fe'li sifət hansı formada yaranır? Stradательное причастие, məchul fe'li sifət hərəkətin bir obyekt üzərində görüldüyünü göstərir. Təbii ki, fe'li sifəti qurduğumuz zaman, təbii bundan sonra da bizim bir fe'li bağlama dərsimiz də olacaq. Fe'li sifətdə, fe'li bağlama da rus dilində indiki zaman fe'llərindən yaranır. Və siz təbii ki, bu fe'lin bu formalarını qurmaq üçün yenə də indiki zamanı yaxşı öyrənməniz lazımdır. Yəni indiki zamanı bir daha təkrarlamanız, bir daha dərslərə baxmanız lazımdır. Və yenə də mən deyirəm, yəni eyni şeyi təkrar edirəm, üzrü sayın müəllimə. Müəllimlər bəzən eyni şeyi təkrar etmək məcburiyyətində qalırlar ki, tələbələr daha yaxşı yadda saxlasın. Mən artıq TikTokda da varam, sadəcə YouTube'da deyil, TikTokda da məni izləyə bilərsiniz. TikTokda da günlük paylaşılan lüğətlər və yaxud günlük paylaşılan yeni dərslər, qaydalarla tanış ola bilərsiniz. Buna görə sadəcə TikTokda bilirəm ki, hamınızın demək olar ki, TikTokunuz var. Bir yeganə TikToksuz mən idim. Mən də axır ki, oraya getdim. Yəni orada varam artıq. Kanalımın adı Rus dili Natel ilə. Natel olaraq hamınız məni tanıyırsınız. TikTokda da Natel ilə, Rus dili Natel ilə qrupum var. Oraya abunə ola bilərsiniz və məni oradan izləyə bilərsiniz. Bununla məni çox sevindirmiş olarsınız. Bugünkü dərsimiz haqqında bu qədər. До свидания, берегите себя. İnşallah növbəti dərslərdə görüşərik və məchul fe'li sifətimizin keçmiş zaman haqqında da danışarıq. До свидания, берегите себя. Спокойной ночи.